windows in here at night when you're home alone. All this shit in my head, yeah, you don't wanna know. On your knees, begging for your life. I'm my phony phone till you don't. Now you got knife, cut you straight to the fucking bone. Head full of pills, don't know what the fuck they for. Tell them bitches, but you know the devil can't fucking overdose. Darkness taking over all the souls, the look of terror on the faces of the masses. Poison in the form of music. The fire burning heaven, just that is the question you've been searching. Depths of hell filled with the forbidden else. Coffin with no fucking else. Bodies encased in the metal cells. Look into my fucking eyes, so face to face with Ne? Hop. Oh. Bəli. Trisepsi tamamına hiss elədim. İndi çox qaldırmır çəkim. İnşallah 2 deşik aşağı qoyacağım. Gördünüz də hansı? İndi mənim ola bilər çəkim kimi tutsa ağır gələ bilər. 2 deşik aşağı qoyuruq. 1 2. Vəssalam. Maksimum dərəcədə çalışırıq. Əzələmizi hiss eləyək. Bax. Bu hərəkətdə elə deyim ki, sizə çox dincəlməyə də ehtiyac yoxdur. Maksimum dərəcədə çalışmaq lazımdır. Əzələmizi hiss eləyək. Bəli, artıq mənim qollarım bərpa olur. Nəyə görə? Mən sizə açığı deyim. Sinə günləri qolantası deyirlər işte, çiyin günləri qolantası. Mən deyirəm ki, işləyə bilərsiniz. Adamlar var ki, məsələn, sinə ilə biceps işləyir. Məsələn, mənim özüm sinə ilə biceps işləyirəm, triceps işləyirəm. O baxır mənim nasılıyam və gələn dəfəki məşqimə. Məsələn, bugün çiyin işləmişəm. Baxın, bunu işlədim. Triceps qoşuldu mu? Qoşuldu. Bunu işlədim. Triceps qoşuldu mu? Qoşuldu. Bunda qoşulmadı təbii ki. 3 dənə çiyinə hərəkət vurdum uşaqlar. Kifayət elədi. Bu dəqiqə bax. Yenədən tricepsi burada. Diqqətlə bax. Burada heç bir gəlir çətindir. Qal yox. Bax. Tutduq. Saldıq aşağı. Bəli. Hop. Bu artıq olacaq birinci patrondur. Hiss elədim. 5 6 7 8 9 10 11 12 Yandım. Yandım uşaqlar, yandım. Həqiqətən də yandım. Getdim bir dənə kuru qatmağa, təcili, gəzək bir dənə, gəzək. Yandım uşaqlar, yandım. Bir mənalı şəkildə. İnanın, elə yandım ki, hələ belə yanmamışdım. Bax, gəldim bu tərəfə. Baxıram ki, orada qantellər var. Nəysə. Baxıram qantellər var. Elə burada da işləyəcəm gücün qabağına, qarşısına. Ehtiyac yoxdur getməyə. Bəli, elə qoyuruq bura ştativi. Dərhal istədim ki, bir dənə baz hərəkət edeyim. Məsələn, 15 getməyəcək. Məsələn, 12 kilo yarım. Götürdüm, gəldim. Bir patron. Bir. Qəşəng dartır. 2. 3. 4. Belə həftə betər məşq edirəm mən. 5. Arada 6. 7. 8. 9. 10. Götürdük bu səlimizə. 1. 2. 3. 4. 5. 6. 7. 8. 9. Baba. 10. 11. 12. Bəli.
Bunu vurduq. Yox, ürəyim istəyir ki, bir dənə də vurum. Həqiqətən də xoşuma gəldi. Artıq sol elində sağ dincəli, bax uşaqlar. Düzdür? Bax, dərhal atdıq bunu sağa. Hə, bunu düz tutayım. Və getdik. Oh! Bax, 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 bax. Baş üstə, baş üstə. Getdim, dəqiqə qaç. Baş üstə. Canlı, mən canlı. Canlıda deyiləm ki, video çəkirəm. Hayca! Nə deyir? Eşitmədim ki, axı. Uşaqlar, baxın 6 dəqiqə, 4 dəqiqə qalıb. Mən gedirəm, qaçıram ora bir dənə kəndiri vurum. Və dərhal gedim çimim. Çünki zalımız artıq bağlanır, bağlanmaq üzrədir. Bəli. Gördünüz də hansı tezlikdə, hansı tələskənlikdə mən məşq edirəm. Bəli. 18 dəqiqə işlədi. Yarısı da zal bağlanır. Bəli. Artıq videomuzda yekunlaşdırırıq uşaqlar. Yeməklə doymayan yalamaqla doymaz. Amma bu dəqiqə danışmağın əvəzinə artıq bərpa oldu demək olar ki. Bir paşotda vura bilərik. Nə deyirsiniz? Hə? Biraz da yandıraq əzələmizi. Çıxaq gedək. Vəssalam. Bugünkü məşqimiz bu qədər. Demək olar ki, hər şeyi gördünüz. Hər şeyi belə deyək, izlədiniz. Gələn görüşlərə deyək. Matça.